Daşkın Şəfiyev Hidayət oğlu 22 avqust 1989-cu ildə Rusiyanın Krasnodar vilayətində anadan olmuşdur. 1995-ci ildə Samux rayonunun Seyidlər kəndinin tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2006-cı ildə həmin məktəbin məzun olmuşdur. Daşkın Şəfiyev Hidayət oğlu 27 sentyabr 2020-ci il tarixində başlayan 2-ci Qarabağ müharibəsinin könüllü olaraq yazılmışdır və 25 oktyabr 2020-ci il tarixində müxtəlif istiqamətlərdə döyüşərək böyük səlahiyyət göstərmişdir. 2020-ci il noyabrın 5-də Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir. Lakin döyüş zamanı aldığı qəlbin yarasında şəkli zirvəsinə ucalmışdır. 6 noyabr 2020-ci ildə tarixində Samux rayonunun Seyidlər kəndində böyük izdihamla dəfn edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.